Yekaterinburg'da baş vermiş hadiseler ne kadar dözülməzdirsə, Rusiya siyasi hakimiyyət dairələrinin bu hadiselere münasibəti də ondan 2 qat daha artıq dözülməzdir. Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy'un dünənki çıxışı bunu bir daha gösterdi. Pyotr Tolstoy belə hesab edir ki, Rusiyada saxlanma zamanı həyatını itirmiş şəxslər Rusiya vətəndaşı olduğu üçün Azərbaycan Xarici İşlər Nazirinin onlarla bağlı bəyanat vermək haqqı yoxdur. Amma əslində bu belə deyil. İndiki zamanda dünyanın heç bir ölkəsində insan haqları həmin ölkənin daxili işi hesab olunmur. İnsan haqları universal dəyərdir və o bütün dünyanın, beynəlxalq təşkilatların öhdəliyidir və hər bir ölkədə baş verən hadisələr üçün həmin ölkənin siyasi rəhbərliyi cavabdehlik daşıyır. Pyotr Tolstoy məhz bu cavabdehliyi, bu məsuliyyəti dövlətin üzərindən atmaq üçün yalan danışmaqdan da utanmır. Həlak olanlardan birinin güya ürək tutmasından həlak olduğunu bildirir və digərinin həlak olma səbəblərinin araşdırıldığını qeyd edir. Bütün bunlar onu göstərir ki, Rusiya siyasi hakimiyyəti ölkəni idarə etmir, ölkə böyük bir xaos içərisindədir və ölkədə heç bir qayda qanun işləmir. Hazırda ölkənin bütün bölgələrində yerli hakimiyyət orqanları, xüsusilə hüquq mühafizə orqanları öz bildikləri kimi addımlar atır. Vətəndaşların hüquqları kobud şəkildə pozulur. Vətəndaşlar kütləvi surətdə müharibəyə cəlb olunması davam etdirilir və o cümlədən miqrantların və qeyri-rus kökənli xalqların müharibəyə getməyə məcbur edilməsi halları getdikcə daha çox yayılmaqdadır. Rusiyada yaşayan xalqlar artıq 100 illərdir ki, belə bir əsarət altında yaşayırlar. Bugünə qədər davam edən xaos Rusiyanı artıq elə bir bataqlığa sürükləyib gətirib çatdırıb ki, bugünkü Rusiya hakimiyyətinin həmin bataqlıqdan çıxması çox çətin olacaq və ya heç mümkün olmayacaq.